Yaşam Fondu tərəfindən hər iki valideyni itirmiş şəhid övladlarına xüsusi qayğı göstərilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Bu kateqoriyaya aid olan 7 şəhid övladının hər biri üçün 5000 manat məbləğində depozit hesabı açılaraq müvafiq vəsait yerləşdirilmişdir. Qeyd olunan uşaqlardan 4-ü Gəncə terroru nəticəsində hər iki valideyni itirmişdir ki, bu da fondun travma yaşamış ailələrə prioritet qayğı yanaşmasını göstərir. Fondun rəhbəri Elvin Hüseynov bildirib ki, ötən dövr ərzində Yaşam Fondu tərəfindən ümumilikdə 67 sosial layihə icra olunmuşdur. Bu layihə sosial müdafiənin gücləndirilməsi, psixoloji və tibbi dəstəyin təmin edilməsi, eləcə də şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətlərini əhatə edir və fondun fəaliyyətinin cəmiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir. Murad Adıloğlu, Günay Hacıyeva, Müqabil Bəbirxanov, Səs TV xəbər.